Salam dostlar, xoş gördük sizləri. Bugün təsərrüfatım üçün 1250 manatlıq yem almışam. Bu videoda sizlərə bu yemlərin hər birini necə hazırladığımı, heyvanlara qulluq prosesini və günün sonunda bütün bu zəhmətin necə nəticəyə çevrildiyini göstərəcəyim. Aldığım yemlər bunlardır. Arpa yemi, günəbaxan, kökəltmə yemi, süd yemi, kəpək və soya. İndi gəlin biraz da bu yemlərin təsərrüfatda nə iş gördüyündən danışaq. Məncə heyvandarlıqda ən vacib məsələlərdən biri yemin özündən çox yemin necə idarə olunmasıdır. Çünki yaxşı yem almaq bir məsələdir, onu heyvana düzgün şəkildə çatdırmaq tamam başqa bir məsələdir. Mən bugün 1250 manatlıq yem almışam və istəyirəm ki, bu pulun qarşılığında heyvanlardan mümkün qədər düzgün nəticə alım. Məsələn, burada soya yemi var. Soya rasionda əsas protein mənbəyi kimi istifadə olunur. Ona görə mən bunu digər yemlərdən ayrı düşünmürəm. Bu isə günəbaxan məhsuludur. Bunun da rasionda öz yeri var. Hər heyvanın çəkisinə, növünə uyğun rasyon olmalıdır. Arpa və kəpək. Arpa yemini və kəpəyi də bu qarışığın tərkibində əlavə edirəm. Burada məqsəd bir məhsula yüklənmək deyil, rasionu müxtəlif yem komponentləri ilə balanslaşdırmaqdır. Amma mənim üçün bu yemlərin ən maraqlı tərəfi budur ki, bunların nəticəsini hər gün görmək mümkündür. Məsələn, süd verən inəyin qarşısında yem qoyursan, suyu əlçatan olur, gündəlik qulluğunu edirsən və sonra sağım vaxtı bütün prosesin nəticəsini görürsən. Amma heyvandarlıqda söhbət təkcə yemdən getmir. Baxın, inəkləri açıram və birinci etdikləri işlərdən biri su içməkdir. Xüsusilə isti havalarda suya çıxışın daim təmin olunması çox vacibdir. Ona görə mən yemi hesablayanda su məsələsini də heç vaxt kənarda saxlamıram. Dostlar, siz burada heyvanların qarşısında daş düzünü görürsünüz. Yemləmə sistemində mineral məsələsi də diqqətdən kənarda qalmamalıdır. Bir də təbii ki, heyvanların qabağında otumuzu veririk. Mənim üçün yaxşı yemləmə yalnız kisədən çıxan yem demək deyil. Kobud yem, konsentrant yem, su və mineral birlikdə təsərrüfatın gündəlik yemləmə sistemini təşkil edir. Burada bir məsələyə xüsusi fikir verirəm. Qarışıq mümkün qədər bir cins olmalıdır. Çünki məqsəd odur ki, heyvan yemin içindən istədiyini seçib qalanını kənarda qoymasın. Rasyonun mümkün qədər eyni tərkibdə olması yemləmənin idarə olunmasında vacibdir. Və nəhayət 1250 manatlıq alışın təsərrüfatdakı son mərhələsi. Yem artıq heyvanların qabağındadır. İndi isə əsas məsələ bu yemin nəticəsini izləməkdir. Çünki heyvandarlıqda nəticə bir gündə yaranmır. Yem alınır, hazırlanır, heyvana verilir, suyu, otu, mineralı təmin olunur, gündəlik qulluq edilir və bütün bu prosesin nəticəsini biz süd istehsalında görürük. Dostlar, əgər video xoşunuza gəldiysə, sizdən videonu bəyənməyi xahiş edirəm. Növbəti videolarda bundan da daha yaxşı videolarımız olacaq. Sağ olun, sağlıqla qalın.